Tələbə qəbul üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə iyunun 5-də Göyçay rayonunda vətəndaşları qəbul edib. TQDK sədri Göyçay, Kürdəmir, Ucar, Ağdaş, Şamaxı, Zərdab, Ağsu rayonlarından olan 70-dən artıq vətəndaşı qəbul edərək onların şikayət və təklifləri ilə tanış olub. Görüş zamanı vətəndaşlar təhsil haqqının ödənilməsi, işlə təminat, eləcə də bəzi fənlərin test imtahanlarına salınması ilə bağlı müraciətlər ediblər. Vətəndaşlar eyni zamanda buraxılış, sınaq və qəbul imtahanlarına dair sorğu, fikir və təkliflərini səsləndiriblər. Müraciətlərin içərisində TQDK-nın səlahiyyətlərinə aid olmayan məsələlər də olub. Qeyd edək ki, həmin müraciətlər qeydiyyata alınıb və müvafiq tədbirlərin görülməsi üçün aidiyyatı qurumlara çatdırılacaq. Ağdaş şəhərindən gəlmişəm. Valideyn kimi Məleykə xanıma suallarım var idi. Verdiyim sual Prezident İdarəçiliyi Akademiyasında övladım Kompüter Elmləri Fakültəsinə dövlət sifarişli yerlərə qəbul olmaq istəyir, amma o yer orada yoxdur. Ucar rayonuna gəlmişəm. Attestatların verilməsi ilə bağlı sualım var idi. Son vaxtlar buraxılış imtahanından, 9-11-ci buraxılış imtahanından valideynlər, uşaqlar, şagirdlər kəsilirdilər, imkan alırdılar və bunun səbəblərindən də onlar imtahan verib növbəti illərdə də attestat ala bilməyənlər çox idi. Bu il çox gözəl bir qərar qəbul olunub ki, onlara da attestat verilir və bu təbiidir. Verilməyin valideynlər də, təhsil işçiləri də alqışlayırlar. Ona görə alqışlayırlar ki, hər kəs sabah bir istehsalatda işləyəndə ondan vacib olan təhsil haqqında sənəd tələb olunur. Attestatla əlaqədar yeni qərar belə edir ki, demək, buraxılış imtahanında 2 alan ya da ondan əvvəl qiymətləndirmə prosesində illik qiyməti olmayan insanlar hamısı buraxılış imtahanına buraxılsın.